Hamıya salam. Heç fikirləşmisiniz ki, varlılar öz uşaqlarına pul haqqında elə nə öyrədirlər ki, kasıblar və ya orta təbəqə bundan xəbərsizdir. Bax bugün biz Robert Kiyosakinin məhz bu suala cavab axtaran dünyaca məşhur Varlı Ata, Kasıb Ata kitabının ən vacib dərslərini birlikdə təhlil edəcəyik. Təsəvvür edin ki, Kiyosakinin uşaqlığı iki tamamilə fərqli maliyyə dünya görüşünün toqquşduğu bir məkandır. Bir tərəfdə onun öz doğma atası var, yüksək təhsilli, zəhmətkeş, amma demək olar ki, həmişə pul sıxıntısı çəkən kasıb ata, o biri tərəfdə isə dostunun atası, az təhsilli, amma çox uğurlu bir biznesmen, yəni varlı ata və onların həyat və pulla bağlı verdikləri məsləhətlər sanki ağla qara qədər bir-birindən fərqlənirdi. Yaxşı, gəlin indi bu ziddiyyətin lap dərinliyinə baş vuraq. Onu deyim ki, bütün kitabın əsas ideyası məhz bu iki fəlsəfənin toqquşması üzərində qurulub. Biri sabit maaşlı işə və təhlükəsizliyə, digəri isə maliyyə azadlığına və sərvət yaratmağa köklənmişdi. Baxın, bu fərq gündəlik düşüncədə o qədər sadə bir şeydə özünü göstərirdi ki, məsələn, kasıb ata buna gücüm çatmaz deyib söhbəti elə oradaca bitirirdi. Amma varlı ata əksinə beynini işə salırdı və soruşurdu. Yaxşı, bəs buna gücümün çatması üçün nə edə bilərəm? Yəni biri problemi görüb dayanırdı, digəri isə həll yolu axtarmağa başlayırdı. Və bax bu düşüncə fərqi Robertin maliyyə haqqında aldığı ilk, bəlkə də ən vacib dərsə gətirib çıxardı. Pula qul olmaq əvəzinə pulu özünə qul etməyi, yəni özünə işlətməyi öyrənmək. Hekayənin başlanğıcı əslində çox sadədir. 9 yaşlı Robert varlı dostlarının yanında özünü kənarda qalmış hiss edir və bir gün atasından soruşur. Ata, mənə necə varlı olmağı öyrədə bilərsən? Bax bu sadə, amma çox dərin sual onu həyatını tamamilə dəyişdirəcək cavabları tapmaq üçün varlı atanın yanına gətirib çıxaracaqdı. Varlı atanın dərsi bilirsiniz, hansısa bir sinif otağında lövhə qarşısında deyildi. Yox, dərs real həyatın özü idi. O, uzun-uzadı mühazirələr oxumaq əvəzinə Robertə öz marketlərindən birində iş təklif etdi. Konserv qutularının tuzunu almaq. İlk baxışdan bu, uşaq əməyinin istismarı kimi görünə bilərdi, elə deyil? Bəs maaş? Maaş nə qədər idi bilirsiniz? Saatına cəmi cümlətanı 10 sent. Hətta 1956-cı il üçün belə bu, bir uşağın bütün həvəsini qırmağa bəs edəcək qədər gülünc bir məbləğ idi. Uşaqlar bu işdən bezib özləri pul düzəltməyə cəhd eləyəndə çox maraqlı bir mənzərə ortaya çıxdı. Kasıb ata onların bu təşəbbüsünü bəyənsə də onları qaydalara əməl etməyə çağırdı. Amma varlı ata əksinə, onların bu yaradıcı düşüncəsini alqışladı və dedi ki, əsl məsələ pul yaratmaq deyil, əsl məsələ pulun sənin üçün işləməsini təmin etməkdir. Həftələrlə qəpik quruşa işləyəndən sonra, təbii ki, Robertin səbri tükəndi. O, işdən çıxmaq üçün varlı atanın yanına getdi. Amma heç ağlına da gəlməzdi ki, əsl dərs bax elə indi başlayır. Varlı ata ona insanların böyük əksəriyyətinin ömrü boyu içində çabaladığı o böyük tələni göstərməyə hazır idi. O, bu tələni siçan yarışı adlandırırdı. Gözünüzün qabağına gətirin də, bir çarxın içində dayanmadan qaçan siçanı. O çox enerji sərf edir, amma əslində heç yerə getmir. Varlı ata deyirdi ki, insanların çoxu maliyyə həyatlarında eynilə bu vəziyyətdədir. Bu dövran yəqin ki, çoxumuza tanış gəlir, elə deyilmi? Səhər dur, işə get, ayın sonunda maaşı al, bütün hesabları ödə, sonra daha yaxşı ev, daha yeni maşın arzuluyursan, daha çox xərcləyirsən və bu sonsuz dövranı davam etdirmək üçün yenidən işə gedirsən. Sanki qorxu və arzu arasında sıxışıb qalmış bir həyat. Və baxın, ən vacib məqam da elə budur. Bu tələnin divarları pulla hörülməyib, yox, o divarlar bizim öz duyğularımızla hörülüb. Bizi o siçan yarışının içində saxlayan əsas qüvvə məhz budur. Varlı ata bunu çox sadə izah edirdi. İnsanlar iki əsas qüvvənin təsiri altındadır. Birincisi, pulsuz qalmaq qorxusu. Bu qorxu onları hər gün oyanıb, sevmədikləri işə getməyə məcbur edir. İkincisi isə arzu. Qazandıqları pulu daha gözəl şeylərə xərcləmək arzusu. Varlı ata bu emosional tələni onlara canlı-canlı göstərmək üçün bir oyun qurmağa başladı. O, uşaqları getdikcə daha yüksək maaş təklifləri ilə şirinlikləndirirdi. Bəs saatına 25 sentə nə deyirsiniz? 1 dollara, 2 dollara, bəlkə 5 dollar? O sadəcə yoxlayırdı ki, arzu hissi onların məntiqinə nə vaxt qalib gələcək. Amma uşaqlar bu dəfə tələyə düşmədi. Onlar təklifləri rədd etdilər və anladılar ki, maliyyə azadlığına gedən yoldakı ilk addım emosiyaların təsiri ilə ani reaksiyalar vermək yox, bir anlıq dayanıb düşünməkdir.
Emosiyaları idarə etməyi öyrənmək bizi birbaşa varlı atanın fəlsəfəsinin təməlinə gətirir. Pulun qulu olmaqdan imtina etmək lazımdır. Və bu dərs belə səslənir. Kasıblar və orta təbəqə pul üçün işləyir, amma varlılar pulu özləri üçün işlədir. Pulun onlar üçün daha çox pul qazanmasını təmin edirlər. Varlı ata burada çox incə, amma bir o qədər də vacib bir fərqi izah edir. Müflis olmaq müvəqqəti bir haldır. Yəni, sadəcə cibinin boş olmasıdır. Amma kasıb olmaq daimi bir düşüncə tərzidir. Biri vəziyyətdir, o birisi isə kimlik. Onun mesajı çox aydın idi. Bir anlıq dayanın və özünüzdən soruşun. Qərarlarınızı kim verir? Duyğularınız, yoxsa beyniniz? Çünki ən böyük sərvətiniz bank hesabınızdakı rəqəmlər deyil. İki qulağınızın arasındakı o möhtəşəm mexanizmdir. Tələdən çıxmaq üçün məhz ondan istifadə etməlisiniz. Yəni, yekin olaraq, maliyyə azadlığına çatmaq üçün başqalarını günahlandırmaq lazım deyil. Əsas məsələ insanın pulun necə işlədiyinə dair öz qorxusunu və məlumatsızlığını aradan qaldırmasıdır. Yaxşı, bəs sizi bu siçan yarışından həqiqətən azad edə biləcəyi o tək bacarıq nədir? Kitaba görə cavab çox sadədir. Maliyyə savadlılığı, yəni pulun dilini öyrənmək. Bu, Varlı Ata, Kisubata kitabından öyrəndiyimiz ilk və ən təməl dərsidir. Növbəti təhlillərimizdə aktivlər, passivlər və sərvət yaratmağın digər sirlərindən də danışacağıq. Əgər bu təhlil xoşunuza gəldisə, Sətiraltı kanalına abunə olmağı və bildirişləri açmağı unutmayın. Və ən əsası, növbəti dəfə hansı kitabın dərinliklərinə enməmizi istəyirsiniz? Fikirlərinizi şərhlərdə bizimlə bölüşün.